Zaman sürətlə gəlib keçsə də xatirələr qocalmır. Gəlin görək həyatımızı və günümüzü tənzimləyən saat əslində nə vaxt və necə yaranıb. Bu dəfəki qonağımız Saatsaz Yusifdir. Salam Yusif, xoş gəlmisən. Aleyküm salam, çox sağ olun. Saat mexanizmlərində son zamanlar bilirsiniz ki, texnologiyada dəyişikliklər və yeniliklər olur bu barədə. Dəyişikliklər əsasən bu dəqiqə olur ki, məsəl üçün smart saatlar var ki, onlara zəng gəlir, bildiriş gəlir və yaxud başqa funksiyalar olur. Yəni belə dəyişikliklər var. Yəni artıq müasir zaman saatlar onlardır. Bəs siz ustaların saatlarda ən çox etdiyiniz səhv? Mən sizə belə bir söz deyim də, səhvə yol vermək deyəndə ki, saata əgər sökən diqqətlə fikir verirsən, səhvə yol verməməlisən. Çünki oradakı detallar bilirsiniz, çox xırdadır. Mən digər verilişlərdə də sizi çəkmişəm də, gəlib hətta sizin iş yerinizdə belə çəkmişik. Çox onun xırda detalları var da. Yəni necə dəqiqliklə sökürsünüz və dəqiqliklə də o sökdüyünüz detalları yerinə qoyursunuz. Nə itmir, çox xırdadır. Yəni lupa ilə görünəcək dərəcədə xırdadır. Bəli, düz elə saatlara ki, onlarda bir xırda çaxlar var ki, hər çaxın öz yeri də var. Gələ yerini düz oturdasan onu. Yenə deyirəm, əgər diqqətlə baxmasan çətin çəkəcəz. Gəl sökəndə baxasan hansı çax hərdən çıxdı. İndi belə deyək də, bəzi ustalar var ki, rastlaşırıq. Məsələn, mən yox, mənim bir yaxınım rastlaşıb. Bir saata aparıb və keyfiyyətsiz materiallardan istifadə edib. Bu barədə ustalara nə demək istərdiniz? Çalışmaq lazımdır, işi keyfiyyətli görmək lazımdır. Yəni nə qədər işi keyfiyyətli görsələr, bir o qədər müştərilər çox olar. Məsələn, olubmu ki, müştəri gətirib saatını və o bahalı bir saat olub, onu qəmgin halda yola salmışsınız ki, bu saat artıq düzəlməyəcək? Olub, əlbəttə. Yəni, o saat olub görmüşəm, məndə bunun detalı yoxdur. O cümlədən demişəm ki, bunun detalı tapma çətin məsələdir, yəni düzələn deyil bu. Mənə deyil, hətta mənə deyirlər ki, bunu mən harada düzəldə bilərəm. Deyirəm, vallahi bilsəm özümə düzəldərəm. Hətta məndən harada düzəldə bilərsən bunu? Yəni ki, belə deyək də, siz olub ki, yəni bir şey düzəldə bilməmişsiniz ki, yəni bunu mən bacarmıram, amma başqa bir yerdə bacarırlar. Əgər həmin saatın detalı kimdəsə varsa, əlbəttə düzəldə bilər. İndi məndə yox deyən o deməkdə ki, kimdəsə yox, bəlkə kimdəsə var. İndi o müştəri özü axtarmalıdır, başqa ustalarda onu. Məsələn, saat bazarında bilirsiniz ki, firma saatlar var ki, yetərincə şişirdilmiş qiymətlər olur. Bu barədə nə deyərsiniz? Qiymətlər düzdürsə, qiymətlər yəni müxtəlifdir. Hərə bir qiymətə satır. Yəni bir 300-də satır, məsələn bir 500-də satır. O bilmək olmurdu onu, yəni bazar kim neçəsə satır. Məsələn, bir çox brend saatlarını deyirlər ki, Çində yığılır da. Yəni bu doğrudur yoxsa? Düzdür, bəli, Çində yığılan saatlar var əlbəttə ki. Görürsünüz, misal üçün hansısa bir ölkənin saatıdır, amma Çində yığılıb. Amma mexanizm olay mexanizmdə yığılır da, yəni Çin mexanizmdə yığılmır, yəni orijinal yığılanda. Ən çox müştərilərin şikayət elədiyi saatda mexanizm? Ən çox müştərilərin şikayət elədiyi, ən çox saatda bu açar deyilən yeri var, nazik rezbəyə bağlanır. Ən çox o qırılır orada, vaxtda görürsə, həmin detal tez-tez qırılır. Sizə bir belə deyim də, hissiyatlı bir sual verim belə ki, bəzi müştərilər saat ucuz olduğuna görə onun biraz qiymətinə varmır və ucuz hesab edir. Bu sizi necə incidirmi ki, yəni əşi ucuzdur da, siz məsələn ki, detalın qiymətini deyəndə ki, o da deyirsiniz ki, filan qiymətdir, o da deyir ki, əşi elə ondan sonra gedib saat alaram. Düzdür, saat var ki, məsələn, baxsa ucuz saatdır, deyirsən ki, 10 manat düzəldərəm, deyir 5 manat almışam, deyir, onda gedib bir dənə də aldı elə. Olur elə şeylər. Yusuf, artıq sən 17 ildir bu sənətdəsən, artıq peşəkar sayılırsan, amma şəxsən mənə rast gəlmir, belə deyək, bu acınacaqlı da acınacaqlı deyil, bilmirəm. Son zamanlar gənclərin necə bu saat təmirinə də, yəni maraq var, yoxdur. Mən elə gəlir azalıb, amma nədən azalıb? Sizə bir söz deyim də, əvvəllər peşə məktəbləri olub, gəlib oxuyublar peşə məktəblərini. İndi peşə məktəbləri yoxdur, yəni öyrənmək istəyən gələk gəlib usta yanında öyrənsin. İndi hər usta da razı olmur ki, axı kimisə öyrətsin. Yəni o baxımdan azalıb indi bu ustalar. Bilirsiniz ki, artıq rəqəmsal dövrdəyik. Mexaniki saatlara artıq maraq azalır deyəsən get-gedə. Yəni mənim fikrim budur. Buna münasibətiniz?
Maraq azalsa da, amma yenə mexanik saatlardan istifadə edən var. Məsələn, smart saatda bəxtirim, onların təmiri yoxdur ki, o xarab oldu və səlam. Ona görə yəni bunlar tələbat olacaq həmişə. Bax, deyirik A-klass. Saatlar var ki, A-klassdır. Yəni ki, belə deyək, əslinə daha yaxındır da, yəni A-klass. Bəs yaxşı, A-klass əgər ona daha yaxındırsa, yəni belə deyək də, əsli ilə, yəni originalı ilə A-klass, məsələn, A-klass originaldan ucuz olur da, nə qədər olmasa. Mən gedib A-klass alıram da. Yəni, bunların fərqi nədir ki? Məsələn, mən eyni saat görmüşdüm. Biri 4000 idi, biri 500 manat idi. Hublot firmasının saatı idi. Orada məsələn baxırdın, acı baxanda gördün ki, onun rəngi fərqlidir. O orijinal daha şəffafdır, bu rəngi solğundur. O mexanizmi Kitaydır, bunda İsveçrədir. Yəni beləncə olur da fərqləndirmək olur onları. Heç yorulmusunuz ki, mən niyə məhz bu sənəti seçdim? Xeyr, yorulmamışam. Mən öz sənətimi sevirəm. Çox sağ olun, maraqlı müsahibə üçün. Hələlik.